Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbil fələq. Fələq surəsinin təfsirində bir neçə nöqtələrə, mesajlara, bu 5 ayədən istifadə olunan mesajlara işarə edirik. Birinci nöqtə istifadə olunan budur ki, ümumiyyətlə şər və fəsadın mənbələri, yəni mühüm mənbələri haradan qaynaqlanır ki, Allah Peyğəmbərə tövsiyə elədi ki, ya Rasulallah, mənə sığın. Burada məqsəd kimlər idi? 3 dəstə insanlara aiddir ki, biz 3 dəstə insanlardan Allaha sığınırıq və bunlar şərrin və fəsadın mənbəsi hesab olunur. Birinci dəstə gecənin ürəyində, gecənin qaranlığında hücum eləyənlərdir. İstər insan, istər qeyri varlıqlar. İkinci, biz sığınırıq Allaha vəsvəsə eləyənlərin şərrindən. Öz sözlərindən, öz təbliğatlarından, öz reklamlarından, öz iman, iradə, bu əqidələri görürsən ki, insanlarda zəiflədirlər. O qədər danışırlar, o qədər təbliğ eləyirlər ki, görürsən ki, qarşı tərəfin əqidəsini azaldırlar, fikrinə zəiflədirlər, fikirlərinə, belə deyək, başqa fikirlərinə şək salırlar. Və bu kimi hallarda bu insanlar da, bu vəsvəsəgərlərdən də biz Allaha pənah aparırıq. Üçüncü dəstə isə paxılların şərrindən Allaha biz pənah aparırıq. Bu bir nöqtə ki, bu ayədən istifadə olunur. İkinci nöqtə ki, istifadə olunur, ayələrin bir-birindən uyğunluğudur. Bu, nə istifadə eləyirik? Bunu istifadə eləyirik ki, burada biz paxılların, vəsvəsəgərlərin və gecə hücum eləyən şərur varlıqlardan ki, Allaha pənaha apardıq. Burada biz, ayələrin uyğunluğu bundan ibarətdir. Biz demək istəyirik ki, və Allah demək istəyir ki, bizim insan olaraq pənah apardığımız şəxs kimdir? O şəxsdir ki, bütün bunların hamısını parçalayandır. O da Faliq olan Allahdır. Yəni, parçalayandır bunların hamısını. Yəni, bunu demək istəyir ki, Allah Teala bu dəstə, 3 dəstə ki sayılır, bunların hamısını parçalayan Allaha biz pənah aparırıq. Və üçüncü məsələ sehirlərin haqqındadır, sehrin təsiri haqqındadır ki, sehrin nə kimi ümumiyyətlə təsiri var və ya yox. Və biz burada əvvəlcə də dedik ki, Peyğəmbərin sehirlənməyi mümkün deyil, amma sehrin bəli bir insanda təsiri var ki, o sahirlərdən də biz nədir? Allaha pənah aparırıq. Peyğəmbər ümumiyyətlə sehirlənməyi Peyğəmbərin qeyd etdik, bu düzgün nəzəriyyə deyil. Biz, Allah da bunu tövsiyə eləyir ki, Peyğəmbərə mənə sığın, nə sehir, nə başqa bir şeylər, heç nə gəlib səni, belə deyək, tutası və dərk eləyəsi deyil. Ümumiyyətlə, nəffasatdan, bu cadügərlərdən Allaha sığın. Dördüncü nöqtə olaraq bu istifadə olunur ki, paxıl insanların şərrindən Allaha sığın. Bu insanlar imanları zəif olur və həmişə arzuları da çox olur. Çox arzular həmişə insanda ümidsizlik yaradır və odur ki, paxıl insan ümidsiz insandır. Paxıl imanı elə bir şəkildə yeyir, necə ki, odunu yediyi kimi ki, İmam Baqir Aleyhisselam buyurur, İnnəl həsədə lə yəkulul imanə kəmə təəkulun naru əl-hətəbə. Paxıllıq imanı yediyi kimi yeyir, necə ki,
odunu yeyir. Başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur: "Afətuddin əl-həsədu vəl-ucbu vəl-fəxru." Dinə zərər, ziyan vuran şey nədir? İnsanı dinsiz edən şey paxıllıqdır. Özünü üstün saymaq və fəxr etməkdir. Ümumiyyətlə, həsədin bu pis cəhəti var. Misal olaraq desək, həsəd elə bir şeydir ki, bizim insan və bəşəriyyət tarixində ilk qətli yaratdı. Hansı qətl idi? Qabilin Habili öldürməsi idi ki, Həzrəti Adəmin oğlanları idi. Buna Quran da işarə edir, Tövrat da işarə edir. Ümumiyyətlə, həsəd hər bir tərəfdən nədir? Hər bir cəhətdən pislənibdir. Və misal olaraq desək, həsəd, belə deyək, rak xəstəliyinə, səratan xəstəliyinə oxşadırlar ki, nə cür ki, bu xəstəlik insanı yeyir, məhv eləyir, qurudur, axırda da insanın naləsini göyə çıxardır, ağrı verir və paxıllıq da elədir. Yəni, paxıllıq nəticəsində insan elə bil özünü öz içərisindən yeyir və istədiyi şeyi əldə eləmir və deyir, məndə də olsaydı, o da bir cür ona ağrı verir. Amma həsədlə qibtənin fərqi nədir? Həsəd odur ki, deyirsən ki, ilahi, o filan şey niyə onda var, ondan al, mənə ver. Amma qibtə budur ki, deyirik ki, ilahi, o onda var, qalsın onda, amma mənə də ver. Buna deyirlər, qibtə məndə də olsun. Və inşallah Allahı mən ant verirəm izzət və cəlalına, mübarək ayın ehtiramına, bizi həqiqətən şər insanlardan, paxıl insanlardan, vəsvəsəkar insanlardan qorusun inşallah və bizi heç vaxt onlarla üzləşdirməsin inşallah. Əuzu billahi minəşşeytanir-rəcimi bizim həqiqətən belə deyək, mənəviyyatımızda qərar versin inşallah. Vəssalamu aleykum cəmiyyən və rəhmətullahi və bərəkatuhu.